Bugün Almatıda qəşəng isti, günəşli bir hava var. Deyə bilərəm ki, təbiət şəhəri. Gördüyünüz kimi. Siz üçün öyrənin. Ya anlaşırız problemdir. Abay Üniversitesinin qarşısındayam. Rahat şəkildə gələcəm, bu lift vasitəsilə yuxarı qalxacam. Təpəsi üstünə tək gəldim yerə. Rəsmən yəni uçdum da, belə deyim. Ancaq kitab oxu və salam, heç bir şey eləməm. Səni inkişaf etdirməyəcək, heç nə dəyişməyəcək. Gəzmək, səyahət eləmək insana çox şey öyrədir. Yaşayış standartlarına görə ön sıralarda deyə bilərəm. Belə baxanda sənin üçün ən yaxın, ən yaxşı seçim Qazaxıstan ola bilər. Adınız necə oldu? Ramil. Almatıda market qiymətlərini göstərən. Kassirsiz də gəlirsiniz, ödəniş edirsiniz ödünüz. Və mantı gəldi. Dadımı test edib görəcək. Almatı şəhərində yeni bir vlog çəkirəm. Bugünkü vloqum Almatı şəhəri haqqında olacaq. İnsan yönümlü şəhər olması haqqında danışacağam. Yəni Almatı şəhəri ümumiyyətlə yaşıllıqla dolu bir şəhərdir. İnternetdən oxuduğum məlumata görə Almatıda 16 milyondan çox ağac var və hər tərəfində yaşıllıqdır. Almatını bir sözlə ifadə eləmək lazım olsa deyə bilərəm ki, təbiət şəhəri. Yəni təbiət sevənlər üçün, yaşıllıq sevənlər üçün həqiqətən çox möhtəşəm bir şəhərdir. Baxın da gördüyünüz kimi böyük ağaclardır və yayın günündə 40 dərəcəyə yaxın istilər var idi. Amma ağacın altında kölgəlikdə dayandığınız zaman üşürsünüz. Almatıda xoşladığım şeylərdən biri odur ki, hər tərəfdə parklar var. İnsanlar istirahət edir, otururlar. Almatı Qazaxıstanın ən böyük şəhəridir və 97-ci ilədək bura paytaxt olub. Hazırda 2 milyondan çox əhali yaşayır burada. Pulların dəyəri çox da yüksək deyil. Buranın rəsmi dili Rus və Qazax dili, iki dildən istifadə edirlər. Və burada Yuri Pomerantes adında bir şəxsin heykəli var. Deməli, az öncə heykəlini göstərdiyim bu şəxs məşhur Sovet və Qazax aktyordur. 79 il karyerası ərzində 300-dən çox rol oynamış, bütün teatr janrında bir obrazdan digərinin ustalıqla çevrilmişdir. Bu bina təxmin edirəm ki, teatr binasıdır. Arxamda gördüyünüz bu bina Akademiya Dram Teatrıdır, Lermontov adına. Yolun o tərəfində Qazaxıstan Milli Kitabxanası var. Bu şəhərin adı Verna olub. Daha sonra orta əsrlərdə Almatı olub. Almata sözü hardan gəlir? Deməli, ata bunlarda baba deməkdir. Almata, Almata, Almata deyilə-deyilə söz çevrilərək günümüzdə Almatı olaraq dəyişdirilib və bu şəhərin simvolu almadır və arxada görürsünüz. Burada Almatı şəhəri Milli Kitabxanasıdır. Kitabxanaya doğru giriş edirik. Da okul zalı. Oxu zalı. Это Dambra. Burada məşhur Qazaxıstan yazısının otağıdır. Buranın məşhur roman, povest yazılarından biridir. Deməli, burada 123 dildə kitab var və gördüyünüz kimi bura kitabxananın türkçə kitablar olan bölümüdür və burada türk dilində kitablar var. Odalar. Kuryesiz mi? Göreyim. Teşekkürler. Teşekkür, sağ olun. Sağ olun. Yine geliniz. Uzun zamandır mı burada çalışıyorsunuz? Almatı'da? Yok. Kütüphane. Kitaphanada 4 yıl. 4 yıl. Buldunuz mu? Gördünüz mü onu? Oradan gördüm. Rusça biliyorsunuz. Rus yok. Ruski yok. Ben- Sahne yok. Benim ihtiyacım olmadı o yüzden. Öğrenmeli miyim? Ya anlaşırız problem değil. Learn English or Russian together, please. Please learn Turkish. Siz üçün öğrenin. Tamam, ben Kazakça öğreneyim, siz Türkçe. Birbirimize öğretelim. Ben öğretmenim. Tamam. Hə, deməli Qazaxıstanın Milli Kitabxanasından çıxdım. Mənə kart verdilər, 5 illik və bu kartla mən gələcəm, kitab oxuya biləcəm burada. Az öncə kitabxanadan çıxmışam, gəldim, nəsə dayanmışam. Fəvvarənin yanında su içirəm. Bir xanım yaxınlaşdı, 65 yaşlarında. Dedi, harası? Deyirəm, Azərbaycanlı. Dedi, hə, mənim Azərbaycandan dostlarım var. Dedim, türk dilində bilirsiniz? Dedi, hə, mən Türkiyədə, Antalya'da yaşayıram. Türk uşaqlarına Rus dili öyrədirəm. Nəysə, oradan-buradan söhbət elədik biraz. Maraqlıdır həqiqətən, yəni evdə oturaraq inkişaf eləyə bilmərsən. Nə qədər kitab oxuyursan, oxu, istəyirsən ayda 10 kitab bitir. Oxuduğun kitabları necə tətbiq eləməyindir. Ancaq kitab oxu və salam, heç bir şey eləmə. Səni inkişaf etdirməyəcək, heç nə dəyişməyəcək. Fikirləşirəm, çox gəzənmi bilir, yoxsa çox oxuyanmı? Və deyirəm ki, baxır haranı gəzirsən və baxır hansı kitab oxuyursan. Önəmli olan gəzdiyin maraqlı yerlərdir, nə öyrəndiyindir və gəzmək, səyahət eləmək insana çox şey öyrədir. İndi də gəlmişəm buradakı Eiffel qülləsinin qarşısına. Bu da Eiffel qülləsinin maketi. Burada
universitetdir, biznes universiteti. Burada Abay metro stansiyasıdır. Belə bir yerə girmişəm. Səhv etmirəmsə, bura universitet binası. Hansısa universitetdir burada. Görürəm ki, maraqlı bir yer var. Maraqlı bir bina var, soxuram özüm. Hazırda gəldiyim yer bir universitetdir. Neyse, gəldik, universitetdə gördük, çəkdik, demərik. Bu da başqa bir universitetdir. Universitetin binası bu şəkildədir. Yeni universitetin binasına girirəm və görək bu universitetin binası. Ya girişdə mühafizəçi deyir ki, hara gelsən, hop, dayan. Ümumiyyətlə bu prospektin adı Abay prospekti gedir. Yəni Abay buranın daha şəxsiyyətlərindən biridir. Mədəniyyət sarayının qarşısında da Abayın heykəli var. İndi oraya doğru gedirəm. Orada da Abayın heykəlini göstərəcəm. Və bu da məşhur yazıcı Abayın heykəlidir. Bura isə Koktepedir, kanatların çıxdığı yer. Yəni kanatla buradan üzü yuxarıya doğru gediş edirsən. Koktepenin binasının yanında burada Mədəniyyət sarayı var. Bu da Otel Qazaxıstandır. Qastinsiya Qazaxıstan. Və bu ağ bina da mənim bayaqlar girməyə çalışdığım universitetdir. Maraqlıdır, yəni gəzməyə dəyər. Amma su adam üstünə doğru sıçrayır. Burada da Azərbaycan bayrağı dalğalanır. Dalğalan ey mənim bayrağım. Adınız necə oldu? Ramil. Ramil. Sizin? Ragib. Mənim Cavid. Lap yaxşı. Maraqlıdır, yox, yəni sakit şəhərdir da, yəni stressdən uzaq, yaşıllığın içində. Əhalisi də yaxşıdır. Hə, mehriban əhalisi var. Yəni, otellər biraz bahalıdır burada, evlər bahalıdır. Elədir, elədir. Mən $500 qalıram burada. Nəşinən məşhursan? Mən əl işləri satıram, əl işləri biznesim var. Ağacından milli suvenirlər, breloklar, boyunbağ, qolbağ. Hardan əldə edirsiniz? Düzəldirəm də özüm. Özünüzcə. Hə, özüm ustayam, həm də ki, satışını özüm edirəm. 3 aydan bir amma sərhəd keçib qayıdırsınız. Əlavə səhhət keçmək mümkün deyil. Yenidən 3 aylıq düzəltdim mən, 80 min tenge verdim. 3 aylıq elə bir iş vizası kimi propiska elədilər bura. 3 aylıq olur, 6 aylıq olur, 1 illik olur. Uzatmaq olur demək. Olur, hə. Almatı şəhərində yeni bir gündən salamlayıram. Bugün Almatıda qəşəng isti, günəşli bir hava var. 1-2 yer var, ora gedəcəm. Sonra marketə getməyi düşünürəm. Market qiymətlərini göstərmək istəyirəm sizə. Rəhmət. Və burada insanlar da həqiqətən çox yardımsevərdir, kömək eləyirlər. Çətinlik var, kömək ehtiyac var, gəlib kömək eləyirlər. Keçmiş bir şəhərdir. Bunların şərqdəki qalası olaraq qurulmuş bir şəhərdir. Keçmişdə buralarda hər yerdə alma yetişdiriblər. Bir məktəbin qarşısından gedirəm və bir məktəbin qarşısındayım hazırda. Pilləkən var və pilləkənin yanında pandus düzəldiblər. Gördüyünüz kimi burada məktəbdə pandus quraşdırıblar. Bax göstərdiyim şəkildə, rahat şəkildə yuxarı qalxmalıdır. Здравствуйте. I am tourist. My vlog, YouTube vlog. Это школа. Şkola? Да, коляска Джо. Kaleska Joe. Жақсы, жақсы. Просто. Просто нет. Просто есть. Yaxşı. Spasibo. Məktəbdəki təkərli oturacaqlı insanlar üçün, tələbələr üçün düzəldilmiş yol göstərdim və həqiqətən də çox möhtəşəm bir şeydir. Yəni orada sadəcə sağlam insanlar, yəni yeriyə bilən insanlar oxumur, oxumayacaq. Həm də ki, təkərli oturacaqda olan tələbə ola bilər, yerimə çətinliyi yaşayan bir insan ola bilər. Burada şəhərin başqa bir yeridir. Arxada gördüyünüz kimi böyük bir binadır. Buranın böyük market şəbəkəsi olan Magnum'un bir şöbəsidir. Və giriş eləyirəm. Almatıda market qiymətlərini göstərirəm. Görək qiymətlər neçədir. Kobe diş pastası indirimdədir. 1069 tenge. 3 manat 30 qəpikdir. Makaron qiyməti. Bunlar təxmini 1 manat. Kola klassik 3 manat 899 tenge. Bu boyda suyun qiyməti cəmi 2 manat təxmini. Leysin qiyməti də 3 manatdır. Bu da Fusti 2 manatdır. Snickers 1 manatdan biraz yuxarı. Böyüyü 2 manatdır. İndi isə gedim biraz əsas ərzaqların qiymətlərinə baxın görün.
Yumurtanın 10 dənəsi eləyir 825 tenge. Bu da kalbasa rayonudur. Cürbəcür qiymətə kalbasalar, sosisikalar var. 1800 tengeye var. 1200'e var. 3000'e var. Azərbaycandakı qiymətlərlə müqayisə edə bilmirəm, ona görə siz təxmini hesablayın da. Mən orada indi videoda altda da yazacağam. Məsələn, 5 litrlik semiska yağı 4000 tengeyədir. 12 manatdan biraz yuxarı eləyir. 1000 tengeye var. Bu unun qiymətidir. 999 tengeye var. Deməli, burada ödəniş terminalları var. Kassir yox. Kassirsiz də gəlirsiniz, ödəniş eləyirsiniz ödünüz. Formada ödəniş edirsiniz kartla. Və bu şəkildə rahat, kassirsiz 4 yerdə ödəniş terminalı var. Gəlirsiniz, ödünüz, oxudursunuz götürdüyünüz malı. Ödəniş edirsiniz, gedirsiniz. Yəni kassirlər olan da yerlər var. 2 saat kassa növbəsi gözləmirsiniz ki, insanlar məhsullarını boşaltsınlar. Marketdən çıxdım və eyni zamanda Almatı şəhəri Orta Asiyanın ən bahalı şəhəri seçilib 2025-ci ildə. Qazaxıstanın pul vahidi tengedir. 300 tenge bizim pulla 1 manat edir. Qazaxıstan 2025-ci ildə xoşbəxt ölkələr sıralamasında 43-cü olub. Xatırladım ki, Azərbaycan bu sıralamada 106-cıdır. Türkiyə 94-cüdür. Türk dövlətləri və qonşu ölkələr arasında yaşayış standartlarına görə, ekonomik vəziyyətə görə Qazaxıstan yəni ki, ön sıralardadır deyə bilərəm. İlk gəlişimdə dedim ki, Qazaxıstan, Almatıya gedirəm. Bəzi insanlar ağız büzür. Qazaxıstan, Almatı. Elə bil ki, Avropanı, dünyanı gəziblər, indi Qazaxıstanı bəyənmirlər. Belə baxanda sənin üçün dil olaraq, kültür olaraq ən yaxın, ən yaxşı seçim Qazaxıstan ola bilər. Burada 41-45 müharibəsinə aid abidə var, park var və savaş alətləri var, tanklar, toplar. Gördüyünüz bu savaş maşınları hamısı realdır. Yəni arxada gördüyünüz reylə maşının adı Howitzer-dir. 203 metr məsafəyə atış eləyə bilir. Çəkisi 17 ton, 18 tondur. İstehsal ili isə 31-ci, 41-ci illər arasıdır. Burada başqa bir zirehli maşın var. Bunlar hamısı 41-45 müharibəsindən qalmış tanklardır, zirehli maşınlardır. Belə spontan gəzməyi xoşlayıram da. Maraqlanıram, binaya baxıram. Qarşı tərəfi isə Panfilov parkdır. Bayaqlar mən o tank göstərdiyim parkın elə içəri tərəfidir. Burada University Alayın binasıdır. Fakültələr belədir. Hazırda Qazaxıstanda Abay Universitetinin qarşısındayam. Və burada yuxarı qalxmaq üçün pilləkənləri var. Eyni zamanda pandus lift var burada və lift sayəsində yuxarı qalxmaq olur. Yəni mən burada oxusam əgər, rahat şəkildə gələcəm, bu lift vasitəsilə yuxarı qalxacam. Bu qədər sadə. Yorulan kimi oldum azca. Evə qayıdıram. Heç nə qayıdım evə, gedim görüm, nə edirəm. Evdən çıxmışam, gedirəm Ozondan sifarişlərimi götürməyə. Ozon nədir onu deyim. Ozon burada məhsul sifariş etmək üçün bir saytdır. Trendyol kimi, Temu kimi. Burada ən çox istifadə edilən saytlardan biridir. Mən də qolbaq düzəltmək üçün muncuqlar, daşlar sifariş vermişdim. İndi gedirəm onu götürməyə. Bu da hamamdır. Bunlar da hamama xammam deyir. Sabah açılandan heç bir şey yeməmişəm. Sadəcə olaraq çay içdim şirniyyatla və günorta 3-də artıq. Biraz videoları montaj elədim saat 1-ə kimi. Görün maraqlı qarşıma nə çıxsa biraz göstərərəm Almatının bu yerləri. Спасибо большое. Saatı soruşurdu. Arkada gördüyünüz kimi nəsə xanımla bəy qızğın bir sporlaşma içindədir. Arkada gördüyünüz məscid Almatı şəhər məscididir və bizim evin yaxınlığında olan bir məsciddir. Mənim yaşadığım yer elə bir yerdir ki, yaxınlığında məscid var, binanın arxa tərəfində kilsə var. Kilsə zəngi bir tərəfdən, məscidin əzan səsi də bir tərəfdən. Yəni iki dənə fərqli dinin ortasında bir mədəniyyətdə yaşayırsanmış kimidir. Belə olanda da maraqlı, qəribə bir vəziyyətin, situasiyanın içində olursan. Arkada gördüyünüz kimi məscidin minarəsidir.
inşa edilmə tarixi yazılıb. 1999-cu ildə Nursultan Nazarbayevin təşəbbüsü ilə tikdirilmişdi bu məscid. Məscid belə bir məsciddir. Çıxıram məsciddən. Gəlmişəm bura, burada tikinti işləri gedir. Almatda onsuz da hara baxırsan tikintidir. Burada binanın qarşısında səkin düzəldilər və ustalar işləyir. İndi buradan binanın aşağısına doğru keçməliyəm. Aleyküm salam. Rahmet bırakın. Düşdüm, gəldim. Telefonda bu şəkildə körə oxutdum. İndi isə işçi getdi sifarişlərimi gətirməyə. Yəni bu qədər sadə, 2 dəqiqənin içində körü oxutdu aparatda. Sifarişlərimi götürdüm, indi qayıdıram geriyə doğru. Və gəlmişəm, burada belə bir restoran kimi, kafe kimi yer var. Lağmanxana. Menü есть? Есть. İçərisi belə bir yerdir. Baxaq görək menüdə nələr var. Şorba var. Çorba. Salat var. Aha. И манты, котлет, фри с мясом var. Var. Mantı. Компот, стакан. Stakan. Ваши. Deməli xanım gəldi. Soruşdu ki, nə yemək istəyirsən? Bir də başa saldım ki, qazaq yemək istəyirəm. Yəni qazaqlara aid bir yemək. O deyir ki, mantı var. Bir də 5 barmaq var. Dedim, yox, 5 barmaq istəmirəm, amma mantı yeyirəm. 1600 tenge 5 manatı vardı. Qazaxıstanda yemək mədəniyyəti o qədər də geniş deyil. Nə mənada geniş deyil? Yəni bizim yemək çeşidlərimiz boldur. Bir çox tanışlarımdan soruşmuşam ki, Qazaxıstana aid məşhur yemək nədir? 5 barmağı deyiblər. İndi də mantıdır. Kompot gətirdilər. Kompotu denəyək. Evə kompotuna oxşuyur. Mantı yeməyə gəlsin, görək necə bir şeydir. Və mantı gəldi, belə bir yeməkdir. Dadını test eləyək, görək necə bir dadı var. Deməli, yuxanın arasına qiyməni, soğanı qovurub doldurublar. Yəni, dəyərləndirməm gərəkirsə 10 üzərindən 7 deyə bilərəm. 6,5-7. Çox super deyil, pis deyil yəni. Yemək olar. Deməli, kompot, bir də ki mantıya toplamda 1900 tenge ödəniş edəcəkdim. 2000 tenge verdim, çıxdım. 6 manat eləyir. Təpəsi üstünə tək gəldim geri. Arabanın arxası qalxdı. Rəsmən yəni uçdum da, belə deyim. Yəni hansısa bir şəhərə, ölkəyə gedirəmsə, mütləq uçmalıyam da, belə deyim. Gülməli tərəfini silmədi. Elə formada düşürəm ki, heç yerim heç bir şey olmur. Yəni çox qəribə bir situasiyadır. İndi isə gedirəm bazara tərəf. Bugün həftənin birinci günü olduğuna görə bazar bağlıdır. Bazarın içi işləmir. Amma bazarın çöl tərəfində polkalar var və gəldim meyvə tərəvəz satılan yer tərəfə. Meyvə tərəvəz almağı. Portağal rəngində pomidor. 3 kilo. 3 kilo. 3 kilo pomidor aldım. Yarım kilo. Bir saat. Üzüm aldım 1 kilogram. Və bugünlük vlogu yekunlaşdırıram. Gedirəm evə. Hələlik növbəti vloglarda görüşmək üzrə.